Baxıram, görürəm çox qəribədir. Bölünüb elə bil insan taleyi. Yarısı Allahın nəzərindədir, yarı da olubdur şeytan mələyi. İzin ver dərdimi söyləyim sənə, sən bizi tuş etmə şeytan şərinə. Nə olar bizə də dözüm ver Allah, cavab ver bəndənin şükürlərinə. Elə bil taleylər dəyişik düşüb, nadanlıq nədənsə mərdə dönüşüb. Halallıq az gəlir haram gözündə, şeytan öz mizanın necə bölüşüb. Bir haqsız haqlının haqqın yiyəndə, şeytan tumarlayıb naz qəmzə çəkir. Bəs niyə bir fağır haram görəndə tez Allah qorxusu özün göstərir? Həyatda bir dəfə doğulur insan, onu da yaşayıb yaratmalısan. Allah bəndə deyib atır həyata, yaxşını yamandan ayırmalısan. Allah pisliklərdən çəkib əlini, bəs niyə şeytanın öhdəsindədir? İblisin verdiyi bu qədər ləli, namazlı, niyazlı insan görmədi. Nahaqdan Allaha səslənmərəm ki, eşidər, eşitməz bilənmərəm ki, ya bu qələmimi al əllərimdən, ya da al canımı. İncimərəm ki, ya da al canımı, incimərəm ki.